Psixoloqların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə start verilib. Bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb. Söhbət elə Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində psixoloq vəzifəsinə işə qəbuldan gedir. Daha ətraflı isə əməkdaşımız Fidan Mədətova bizə məlumat verəcək. Hər vaxtın xeyirli olsun Fidan. Müsahibə nə vaxt və harada olacaq? Eyni zamanda müsahibə mərhələsinə neçə psixoloq vəsiqə qazanıb? Detalları səndən eşidək. Salam, hər vaxtınız xeyir olsun. Bəli, psixoloqların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə artıq başlanılıb. Bununla bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinə məlumat bildirilib. Belə ki, idarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində psixoloq vakansiyası üzrə çalışmaq istəyən şəxslər üçün aprel ayının 7-sindən etibarən artıq müsahibə mərhələsinə başlanılıb. Prosesdə nə qədər şəxs iştirak edir, nə zamana qədər davam edəcək, nəticələrlə necə tanış ola bilərlər həmin şəxslər? Buna bağlı detalları bizə Bakı şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Aygün Bayramova cavab verəcək suallarımıza. Salam Aygün xanım, sözü gedən məsələ ilə bağlı detallara toxunaq. Salam, xoş gördük sizi Bakı şəhər Təhsil İdarəsində. Bəli, qeyd edeyim ki, martın 5-i, bu ilin martın 5-i bizim birinci mərhələmiz baş tutmuşdur, yəni test imtahan mərhələsi. Həmən test imtahan mərhələsində 312 nəfər namizəd qeydiyyatdan keçmişdi və imtahana gəlib iştirak etmişdi. Onlardan 139 nəfər uğur hüququ qazanaraq növbəti mərhələyə keçmiş, yəni müsahibə mərhələsinə keçmişdir və müsahibə mərhələsi dediyiniz kimi bugün artıq ilk günü başlamışdır və hansı suallar burada verilir? Mən qeyd edeyim ki, əgər ilk mərhələdə, yəni test mərhələsində namizədlərimizə müəyyən bir nəzəri suallar, psixologiya ilə bağlı nəzəri suallar verilirdisə, müsahibə mərhələsində artıq onlara açıq praktik suallar verilir və situativ eyni zamanda situativ suallar verilir və bu mərhələ say olaraq çox olduğuna görə, namizədlərin sayı çox olduğuna görə 18 apreldə artıq bitəcək və güman edirik ki, aprelin 20-sinə qədər artıq SMS vasitəsilə bütün namizədlərə onların həmən mərhələdən uğur qazanmamadığı barədə məlumat gedəcək. Yəni öz telefon vasitələrinə məlumat gedəcək və bundan sonra artıq uğur qazanmış namizədlər növbəti mərhələyə, bu yerləşdirmə mərhələsinə keçəcəklər və test imtahan mərhələsində bal ardıcıllığına görə ən çox bal toplayan namizəddən və aşağı toplayana qədər və müsahibə mərhələsində uğur qazanmış namizədlər yerlər təklif olunacaq. Yəni, vakant yerlər öz yaşadığı ünvanlara yaxın məktəblər üzrə vakant yerlər təklif olunacaq və təklifi qəbul olunandan sonra həmən namizədlər işlə təmin olunacaqlar. Teşekkür edir Aygün xanım, çatdırdığınız detallı məlumatlara görə və bir daha vurulamaq istəyir ki, Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində psixoloq vakansiyasında çalışmaq istəyən şəxslər üçün artıq bugündən aprel ayının 7-sindən etibarən müsahibə mərhələsinə başlanılmışdı. Bununla bağlı olan detalları sizlə bölüşməyə çalışdıq. Hələ ki, bizim çatdıracaqlarımız bu qədər idi. Təşəkkürlər Fidan, ətraflı məlumat üçün müsahibinə də minnətdarlığımızı bildiririk.